İndi mən sənə deyirəm ki, o Şahnazı oxusa, mən gedəcəm sənətdən. Oxusa, oxuya bilməsə, söz verirəm ki, sən deməyəsən, meyxana çıxıb gedərsən. Onda bilərsən sözü kim düzdür. Oxuyanda söhbət Xan əmidən gedir, Şahnazdan gedir. Onda oxusa deyəcəm ki, Şahnazı 2 nəfər oxur. Biri Xan əmidir, bir də nəfəsdir. Ayıbdır dedim. Oturub orada belə borzu. Sən mənlə danışırsan, heç kimsə səni qabanda elə belə uşaq oturmur. Sedef dehaninden çıkan sözlerin her biri bir pedana değerdir. Nedendir sözüme cevap vermemeye hem cemaat